Mən onun ayağından daşsam, paxıllığını çəksəm, həsəd aparsam, qısqanclıq eləsəm, güya mən qalxacam. O öz işi ilə məşğul idi, sən də çalış öz işi ilə məşğul ol. Tək olmamaq üçün, bu camiyyədə səni maraqlandıran çevrən olmaq üçün, bu danışıb gülmək üçün, ha-ha-hiyə eləmək üçün dost, tanış lazımdır. O da bizdə var. Kimin mənim haqqımda dedikləri də gəlir çerez-çerez qulağıma çatır. Düşündükləri də əslində üzümə gülüb tam başqa bir olduqlarını da bildiklərim insanlar var. İstərdim ki, məsəl üçün əməkdar artistim, xalq artisti adamım. Yəni onu əldə etməmişəm. Onu arzulayardım özümə, arzulayıram da. Amma yəqin ki, olmayacaq. Çünki son 5 ildir ki, ilk dəfə müğənnilərin arasında mən ASTV-də səhər proqramında yemək proqramını aparırdım. Mən İbrahim Tatlıses'in böyük pərəstişkarı olmuşam və ən böyük arzum idi. Çox şükür Allaha ki, o arzumu reallaşdırmağa mənə imkan verdi, şərait verdi. İbrahim Tatlıses Nihçe'ye gelmişti.